Hər kəsə salam qızlar, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Ümid edirəm ki, hər birinizin keyfi əhvalı yerindədir. Mən soruşacaq olsanız, mən gah gedirəm, gah gəlirəm. Yəni tam alışa bilmirəm. İstəyirəm ki, aktiv olum YouTube-da. Düzdür, short videolar paylaşıram, amma vlogları təəssüf ki, belə aktiv ola bilmirəm. İnşallah ki, bu vəziyyəti düzəldərəm. Burada isə qızlar keks hazırlayıram. Qardaşım gilə gedəcəm. Qardaşım oğlum 10 günlük idi, amma demişdi ki, keks hazırlayıb gətirərsən. Ona görə mən də belə bir keks hazırladım. Beşin olmaz. Əli. Və artıq gəlmişəm evə. Ayı belə görmüşəm, dedim çəkim sizlərə də göstərim. Çox sevirəm ayın görüntüsünü və hava o qədər gözəldir ki, bir tərəfdə ay, bir tərəfdə gün batımı. Yəni dəhşət gözəldir. Mən də xoşlayıram belə hava olanda, ona görə çəkmək istəyirəm həmişə. Sabah isə qızlar qonaqlarım var, hansı ki bizim həcc yoldaşlarımız gələcəklər bizə. Ona görə çəkilişin davamını qonaqlıqdan davam edəcəm. Mühallebisi hazırdır artıq. Bunu bişirdik. İndi isə bu keksləri baxın belə 3 dənə almışam. Bu qab üçün, çünki böyük qab verəcəm. İndi isə bunların hamısını əzirik, yerinə hamarlayaraq düzləşdiririk. Sonra isə mühallebini əlavə edirik. Yəqin ki, o birisi videolarda görmüş olarsınız. Artıq bu da hazırdır. Baxın, belə görsənir. İndi isə şokolad sosumuz da hazırdır. Bunu da əlavə edirik bunun üstünə və biraz soyuyandan sonra qoyuruq soyuducuya. Yekun olaraq isə belə görsənir. Baxın. Belə. Çox dadlı, ləzzətli olur. Tam detallı reseptini çəkmədən, çünki daha öncəki vloglarımda var. Ona görə belə uzun-uzadı olsun istəmədim. Və qızlar artıq keçirəm salatını eləməyə. Burada belə starçı salat eləyəcəm. Onun ərzaqlarıdır. Toyuğu bile oradadır. İndi isə başlayıram yavaş-yavaş bunları doğramağa və salatımızı hazırlamağa. Bu müddətdə də sizi qoyuram sürətli rejimə. Və qızlar artıq salatım da hazırdır. Qaldı bir dənə şüydün əlavə eləmək. Onu da gözləyirəm ki, yoldaşım gələndə alsın. Sonra onu da əlavə eləyərəm. İndi isə keçirəm ləvəngini hazırlamağa. Qızlar artıq mən süfrəmi hazırlamağa başlayıram. Yeməklərimlə ləvəngini qoymuşam. Sobada bişir. Sadəcə olaraq bir aşımız qalır. Onu da paxlalı aş eləyəcəm. Belə artıq başlamışam süfrəmi hazırlayayım ki, bunlar hamısı arxayın, rahat olun bunlardan. Qonaqlarımız getdi və təəssüf ki, onların yanına çəkiliş eləyə bilmirəm. Burada isə hədiyyəmi açıram. Xanım alıb mənim üçün qof aparatı. Çox sağ olsun. Nəsə çox danışmayayım. Asmır videosu da sizə baş-başa qoyuram. Bir dekor düzəltdim. Bilmirəm necə alındınız artıq. Yorumlara yazarsınız. Amma məndə çox qəşəng oldu. Buradan xanıma da təşəkkür edirəm. Biz o da videolarıma baxır. Çox sağ olsun hədiyyəsi üçün. Bu isə qızlar digər həcc yoldaşımın hədiyyəsidir. Çox təşəkkürümü bildirirəm. Həqiqətən də çox dəyərli hədiyyə oldu mənim üçün. Allahın 99 adı var bu tabloda. Yəni çox gözəl, çox dəyərli bir tablodur. Hər ikisinə də çox təşəkkürümü bildirirəm. Hər ikisini də çox istəyirəm.
Yəqin ki, bu ilin aktual mövzusu olaraq cəhki mövzusu hamının başına gəlib. Yəni biz də həyətin işığını yanılı qoymuşuq. Bir də baxdıq ki, qapının ağzı bütün çəyirtkə, böcük. Yəni dəhşətli bir şeydir. Bu dolmaları bükəndə nəsə belə həvəsləndim, uzun-uzun bükdüm. Sonradan yoldaşım dedi ki, 4-5 dənə də topbuş elə. Ona görə mən də onun üçün ayrıca belə topbuş eləmişəm, amma qalanlarını isə belə türk sarması kimi. Yəni çox xoşduram bu görüntünü. Düzü biraz vaxt aparan işdə dolma bükmək, amma yenə də məncə yaxşı alınıb. Və artıq növbəti gündür. Mən isə hazırlaşıb çıxdım evdən, gedirəm şəhərə, qızlara görüşməyə. Çoxdan da görüşmürdüm. Yəni demək olar ki, onları tanıdıqdan bu yana heç belə bir görüş təyin eləməmişdik. Biz belə bir-birimizin evinə gedib gəlmişik. Yəni belə şəhərə çıxıb gəzintidə olan bir görüşlərimiz olmamışdı. Çox maraqlı və gözəl gün keçirdik. Ben çizdim ki soydu. Gəldik yenə də mərakçılığa, balıq tutmaq ümidi ilə. İnşallah ki, tutarıq. Parada mənə yenə də belə. Korkma Mehdi. Tutu. Şirin. Deliydi bu. Bilirdim öyle oturdan. Deme kalla. Bir de deli. Adalar kardan Nəhayət ki, balıq tuta bildik. Neçə vaxt getirdik. Hava küləkli olurdu, yaxşı olmurdu, tuta bilmirdik. Və burada uşaqlar namaz qılırlar, ataları ilə bir gedib. Düzü sözlərini bilmirlər, amma qılmağa çalışırlar. Balacanın da birinə fikir verməyin, onun öz tərzi var. Yəni ağlına gələni evdə tapır, gedir, götürür, geyinir. Burada isə vlogu sonlandırıram. Elə bilirdim uzundur, amma baxıram ki, çox qısalandı. Kanala abunə olmağı, videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmayın. Hələlik.